Sosial şəbəkələrdə videoların üzərində bu cür qanunsuz qumar oyunlarının reklamına rast gəlinir. Bəs bu cür qanunsuz qumar və mərc oyunlarının reklamına görə hansı məsuliyyət nəzərdə tutulub? Reklam haqqında qanunun 32.7-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçılarının və ya satıcısının, həmçinin bədən tərbiyəsi və idman haqqında və lotereyalar haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə görə qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və ya satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 7000 manat məbləğində, hüquqi şəxslər isə 40000 manat məbləğində cərimə edilir. Həmçinin Cinayət Məcəlləsinin 244-1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və keçirilməsi əgər qanunla müəyyən edilmiş qaydada həyata keçirilməyibsə, cinayət sayılır. Bu isə o deməkdir ki, qeyri-qanuni onlayn kazino və ya mərc oyunlarının platformalarını idarə edən şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə, həmin platformalarda aktiv şəkildə iştirak edən oyuncular da araşdırma predmetinə və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb oluna bilərlər.